Vaxtınız xeyir. Deməli, bucaqların izahlarına baxacağıq. Qeydləri ilə misallar üzərində göstərəcəm. İndi baxaq. Diqqətlə baxıram. Baxın, burada qarşılıqlı bucaqlar var. Bu 70-dirsə, qarşılıqlısını da avtomatik yazmalısınız. 70 dərəcə. Bu 40-dırsa, bunun qarşılıqlısı, yəni qarşısındakını da yazırsınız 40 dərəcə. Bu x-dirsə, bunun qarşılıqlısı olacaq təbii ki x, düzdürmü? İndi qeyd etmək lazımdır. 3 bucağın daxili bucaqlarının cəmi 180 olmalıdır. Yəni yazırsınız 40 üstəgəl 70 üstəgəl x. Cəmi olmalıdır 180. Onu da buradan x tapacağım. 40 ilə 70 toplayıram. 110. 180-dən də 110'dan çıxacağım. X'in cavabı olacaq 70 dərəcə. Birinci D variantı cavabı olacaq. Davam eləyək biz 3-cü sualla. Yəni fərqli olur. Bucaqları bu olan 3 bucağın kiçik bucağı. Yaxşı. İndi 4 olana yazırsınız 4x. 5 olana yazıram 5x. K da yaza bilərsiniz. 9 olana yazıram 9x. Və siz bilirsiniz ki, 3 bucağın bucaqların cəmi 180 olmalıdır. Bərabərdir 180. Bunları toplasam 18x bərabərdir 180. X də buradan olacaq. 180 18-ə bölsəm 10 dəfə. Bir dəfə onu 4-ə vururam. 40. Bir dəfə onu 5-ə vururam. Yəni 50. Bir dəfə də onu 9-a vururam. 90. Məndən kiçiyini soruşur. Bunların içində kiçik hansıdır? 40. Düzdürmü? Cavab Y variantı olacaq. Həlli bu formada. Davam edək növbəti ilə. Burada yaxınlaşacağım sizə 5-ci sualı. Bizdən x bucağını soruşur. Şəkli gəlin yaxınlaşacaq. Əvvəla rəhliyim. Bəlkə belə baxasınız. Baxın, bu rəhlədiyim balaca 3 bucağı görürsünüzmü? Hələ ki bu balacadan gedək. Siz bilirsiniz, 3 bucağın bucaqların cəmi 180 olmalıdır. 100, bu da 48. Toplayın. 148. 180-dən 148-ini çıxacaq. 180-dən də 148 çıxanda nə qalır? Yəni onu hesablayaq. Səhv etmirəmsə 32 qalır da. Düzdür, düz deyirəmmi? 32 olar. Bura olar 32. Bəli, düzdür. İndi təşkil edirəm. Baxın, əvvəlcə bu 3 bucaqdan başladım. Bu 3 bucaqda 100 ilə 48 topladım. 148, 180-dən 148 çıxdım. Buranın 32 tapdım. İndi rəhliyim. Bir də belə baxasınız. İndi siz bu baxacaqsınız. Böyük rəhlədiyim 3 bucağa. Bu böyük 3 bucaq deyək də bunu. Böyük 3 bucaqda baxın. 50 32 təpəni tapa bilərəm. Necə tapacağım? Təbii ki, yenə üst bucaqların cəmi 180 olmalıdır. Yazacağıq ki, burada uşaqlar 32, yəni bu bucaq. Üstəgəl bu yan bucaq, yəni 50. Üstəgəl bir də təpə bucağımız, yəni x-dir o. Hamısının cəmi neçə olmalıdır böyük bucaqda da? 180. Buradan da x tapanda bu ikisinin cəmi 82 edir. 180-dən də 82-sini çıxaram. Səhv etmirəmsə 98 dərəcə cavabımız qalır. Cavab olar Y variantı. Davam eləyək növbəti sualına. Yaxşı. Gəlin 7-ci suala baxaq. Əvvəla bir dənə düz uzaqlı üst uzaq çəkək. Verilənləri yazaq. Aydın olsun. Aha. Deməli, bu bizim düz uzaqlı üst uzağımız. Əvvəla sizə nə demək istəyirəm? Düz uzaqlı üst uzaqda uşaqlar. İti bucaqların cəmi 90 olmalıdır. Deyin niyə? Çünki baxın, siz bilirsiniz də, üst uzaq bucaqların cəmi neçə olmalıdır? 180. Da 180 90'ı budursa, bu ikisindən nə qaldı? 90. Çünki 180-dən 90 çıxanda bu ikisinin cəmi 90 qalmalıdır. Bu aydın məsələdir. İndi bizə deyir ki, iti bucaqlardan biri o birindən 4 dəfə kiçik. Onda biri x-dir, biri 4x-dir. Düzdürmü? Biri o birindən 4 dəfə kiçikdir. Bəli. Toplayanda da neçə olmalıdır iti bucaqları? 90. 5x bərabərdir 90. X də tapanda 90'ı 5'ə bölün. X olar 18. Məndən böyüyü soruşur axı. İndi x 18'dir. Onda 4x neçədir? 18'i 4'ə vurmaq lazımdır. O da mənə verər 32 3 yadda 72 verər də, düzdürmü? O da olar 72. Uşaqlar ya da x-i 18 tapdınız. 90'dan 18'in çıxıb bunun yenə 72 olduğunu biləcəkdir. Cavab Y. Yəni böyük iti bucaq 72, balaca iti bucaq 18 dərəcə olmalıdır. Aydındırmı? Davam edək növbəti sualına. Burada əslində müxtəlif üsullarla getmək olar. Uşaqlar, bəlkə sizə qayda ilə başlayaq. Yaxşı, gəlin 2 üsulla da deyək. Baxın, bu üst bucaq olsun. Biz keçən dəfə qaydanı yazdırmışam sizə. Baxın, bu alfa olsun. Bu beta olsun. Biz demişik ki, üç bucağın xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəmi idi. Aydındırmı? İndi onu tətbiq eləyək. Baxın, rəhləyirəm. Belə görəcəksiniz. Bu üç bucağın uşaqlar. Bu 55, bu rəhlədiyim üç bucağın xarici bucağıdır.
Onda mən bura bir dənə alfa yazsam, deyəcəm ki, xarici bucaq özünə qonşu olmayan, qonşusu budur ha, qonşuya baxmayın. Özünə qonşu olmayan iki daxili bucağın cəmidir. Onda yazıram 55 bərabərdir 45 üstəgəl alfa. Alfada neçə olacaq? 55-dən 45 çıxsaq 10 dərəcə. Yəni bura olacaq 10 dərəcə. Bu bir üsul, qayda ilə dedim. Bəlkə qayda yadından çıxan olar. Gəlin başqa üsulda göstərim sizə. Burada başqa necə getmək olar. Mən bu üç bucağı sizə qırağa çıxardacağım. Aha, qırağa çıxartdıq. Deməli, baxın, bura 45-dir. Mən də bura 45 yazıram. Eyni bu balaca üç bucağı sadəcə sizə qırağa çıxardıram. Aydındır mı? İndi baxın, bu açıq bucaqdır. Düz deyirəm. İndi bu 55-dirsə, bu 55-in qonşusu, baxın, buranı tapa bilərsiniz siz. 180-dən 55-in çıxıb bu qonşusunu tapa bilərəm. 180-dən də 55 çıxanda nə qalır? 125 qalır da, düz deyirəm. Aha, bura olacaq 125 dərəcə. Düzdürmü? Bu da 125. Onda baxın, mən axtardım bu balaca bucaqdır. Yəni buna alfa yazıram. İndi rəhliyim. Üst bucağı gördünüzdə 125, 45 cəmi neçə elədi? 170, 180-dən 170 çıxsaq, bu balaca bucaq yenə qalacaq 10 dərəcə. Yəni bura 10 dərəcə olacaq. Bu dəfə qonşu bucaqdan getdim. Baxın, bunun qonşusunu tapdım, yazdım. Bu verilibdi. İkisini toplayıb 180-dən çıxıb buranın 10 dərəcə olduğunu tapdım. Sizə hansı üsul rahatdırsa o üsuldan məsləhət görürəm. İki üsul da belədir. Davam eləyək növbəti fərqli sualla. Yenə eyni qayda ilə uşaqlar, baxın. Bu bucağı görürsünüz də siz, alfa yazıram. Bu bucaq, bu rəhlədiyim üç bucağın xarici bucağıdır. Axı xarici bucaq özünə qonşu olmayan iki daxili bucağın cəmidir. Yəni alfanı tapanda qonşu olmayan iki daxili bucağı toplayın. 50 ilə 60-ın cəmi neçə olacaq? 110 olacaq. Bu bir üsul. Yaxşı, bu üsulu istəməyənə o bir üsulu da verim. Deməli, rəhləyirəm. Bu üç bucağı biz gördük də. 50 ilə 60 toplayın. 110, 180-dən 110'unu çıxıb buranın 70 olduğunu tapdım. Axı 70'in qonşusu neçədir? 180-dən də 70'in çıxıb buranı neçə tapırsınız? 110. Cavab eyni cavab olacaq. Hansı üsul rahatdırsa o üsuldan istifadə eləyək. Davam edək növbəti fərqli sualına. Burada hansı variant oldu? A variantı bizdən xarici bucağı soruşur. Davam edək 12-ci sualına. Yenə düz uzaqlı uzaq məsələsi yaxşı. Gəlin onu da göstərək. Aha, bu düz uzaqlı uzaqdır. İti bucaqlarına biri 80. Buraya yazdım 80. Düz uzaqlı uzaq bir sizdə bir bucağı nə olmalıdır? Düz bucaq. O bir iti bucaq. Bu rahatdır axı uşaqlar. Bu 90'dır. Bu da 80. 90'dan 80 topla. 170. Bura nə qaldı? 10 qaldı. Ya da belə elə. Demişəm axı düz uzaqlı uzaqın iti bucaqlarının cəmi 90 olmalıdır. Çünki bu 90'da 180 90'ı gedib bu bir ikisinə də 90 qalır. Bu 80 isə 90'dan 80'ə çıxıb buranın 10 olduğunu yenə tapa bilərsiniz. A variantda cavabımız bizə verilib. Davam eləyək növbəti sualından. Aha, baxın. Bu 70'dirsə, bu qarşılıqlısı neçədir içəridəki? 70. Bu 60'dırsa qarşılıqlısı neçədir içəridəki? 60. 70 ilə 60 toplayıram. 130. Təpəyə nə qaldı? 180 çıx 130. 50 dərəcə qaldı. Yəni B bucağı neçə tapdım mən? 50 dərəcə. Cavab Y variantı. Davam eləyək növbəti fərqli suala. Gəlin bunun altındakında baş salın baxaq. Uşaqlar, mənə içəri lazımdır. Yəni bu 120 isə bu qarşılıqlısı 120 o mənə lazım deyil ki. 120'in qonşusu neçədir? Baxın. Bir də baş salam. Yanındakı qonşusudur. Qabağındakı qarşılıqlısı, aydındırmı? Yanındakı qonşusudur. 180'dən 120'sini çıxırsınız, qonşusu 60. Sonra 180'dən 110'unu çıxırsınız, qonşusu 70. 60 ilə 70 toplayıram. 130. 180'dən 130 çıxsam təpə bucağı olacaq 50 dərəcə. Cavab A variantı. Davam eləyək növbəti sualla. Aha. Uşaqlar, bayaqçı kimi gedə bilərik. Xarici bucaq özünə qonşu olmayan iki daxili bucağın cəmidir. 50 üstəgəl alfa bərabər olmalıdır nəyə? 120'yə. Baxın, ikisinin cəmi bizə xarici bucağı verir. Buradan alfa neçə olacaq? 120'dən 50 çıxsam 70 dərəcə. Bu oldu 70. Yaxşı, istəməyən üçün o birisi üsulu da gəlin verək. Bu üsulu bəyənməyən üçün. Deməli, bura 120'dirsə, qonşusu neçə olacaq? 180'dən 120'sini çıxıb qonşusunu tapıram. 60. Aha, üç bucaqların cəmi 180 olmalıdır. 50 ilə 60'ı topla. 110. 180'dən 110'dan çıxsam bura neçədir? 70 dərəcə. Cavab eyni cavabdır. Hansı rahatdırsa o üsulla gedək. Davam eləyək biz yenə 17-ci suala baxaq. İndi fərqli olan.
Bizə düz uzaqlı üst uzaqda baxın bu AM-in tənbölən olduğu deyilir. Bu əla. AMC. Adını oxuyum. AMC. Aha. Yəni baxın uşaqlar bu bucağın mənə 70 olduğunu deyirlər. Oraya yerləşdirməyəcəm. Buradan qeyd edirəm 70-dir. Da onda heç nə eləmirəm uşaqlar. Nə edirəm? Baxın, rəhləyirəm. Bu düz uzaqlı üst uzaqdır. Düz uzaqlı üst uzağın bir bucağı düz bucaqdır. İti bucaqların cəmi nə olmalıydı? 90 olmalıydı. Bayaq bunu izah elədim. Deməli, bu 70-dirsə, cəmin 90 olması üçün, baxın, bu iti bucaq neçə olmalıdır? 20. Düzdür? Ya da birdən bəlkə belə başa düşmədiniz, bir də deyim. 90, 70, 160, 180-dən 160 çıxsam, buranın 20 olduğunu tapıram. Axı, bu tənböləni idi. Tənbölən xassəsi nədir? Yarı bölmək. Bu 20-dirsə, burada nə olacaq? 20, bunu da tapdım. Məndən CAB bucağını soruşur. Uşaqlar, adını oxuyum. CAB. Yəni, bu bucağı soruşur. Bütöv bucaq neçə oldu? 20, 20. Bütöv bucaq cəmi nə qədərdir? 40 dərəcədir. Cavab D variantında bizə verilibdir. Davam eləyək növbəti sualına. Yenə, indi 19-cu suala baxaq. Baxaq, niyə 19-cu sualda? Qarşılıqlı bucaqlardan getmək olarmı? Y-lə Z-in cəmini tapacam, düzdürmü? Yaxşı, X 71-dirsə, uşaqlar, bu içəridəşdə neçədir? Yəni, qarşılıqlısını nəzərdə tuturam sizə. 71-dir, düzdür? Yaxşı, Y-lə Z-in cəmini tapmaq lazımdır. Məsəl üçün, belə bir misal göstərmişsə, tutalım, bu 40 olsaydı, bu onun qonşusudur. Bu necə tapacaqdınız? 180-dən 40-ın çıxıb deməyəcəydiniz ki, bu 140-dır, elə yazacaq. Qoy o bucağıma qırağa çıxardım. Orada çox balacadır, yaza bilmirəm. Aha, indi baxaq uşaqlar. 71, deyək ki, 71 buradır. Mən bu qıraqları yazmam da, aydındır mı uşaqlar? Sadəcə o içərin qırağa çıxardım. Aha. İndi baş saldığım kimi də bura 40-dırsa, uşaqlar, bu qonşusunu tapanda 180-dən 40-ın çıxıb demirsiniz ki, bura 140-dır, həll eləyəcəm. Bura Z-dırsa, bura olacaq 180 çıxasın, Z. Aydındır mı? Hərflə yazıram da sadəcə. 180 çıx, Z. İndi eyni qayda. Bu Y-dirsə, qonşusu nə olacaq? 180 çıx Y olacaq da, düzdürmü? 180 çıx Y. Burada qeyd elədim. İndi bu üç bucaqdır. Daxili bucaqların cəmi neçə olmalıdır? 180. Yəni mən bunların hamısını toplayanda alacağım 180. Yazaq. 71 üstəgəl 180 çıx Y. Üstəgəlsin. Bir də nə? 180 çıx Z. Orada nə yazmışam? Onu yazıram. Başqa şey yazmıram. Hamısı cəmi oldu bizdə neçə? 180. Düzdürmü? Bu belə. Yaxşı. İndi belə eləyək. Biz bunu sadələşdirmək lazımdır. Yaxşı. Uşaqlar, əvvəla burada hər tərəfdən 180-lər islah gedir. Niyə gedir? Qoy onu da deyim sizə. Baxın, müsbət 180 bu yana keçir olur, mənfi 180. Yəni 180-dən 180 çıxanda nə qalır? 0 qalır. Ona görə qaydaları artıq öyrəşin ki, bərabərin hər tərəfində eyni işarəli ədəd və dəyişən varsa, onlar islah gedir. Bunlar nağdı getdi. Mənfi Y keçir bu yana, müsbət Y. Mənfi Z keçir bu yana, müsbət Z bərabərdir. İndi baxın, mən bu ikisini bu yana atdımsa, elə ədədlər bu tayda da qalmalıdır. Onda burada 71 ilə 180 toplayacağım. Bu da mənə neçə verir? Toplayaq 1, 5, 1 yadda 1, bir də 2. 251 orada düz deyirəm. Baxın, mənfi Y atdım bu yana, müsbət Y. Mənfi Z atdım bu yana, müsbət Z. Bu da gedib, bu tayda nə qaldı? 180 üstəcə 71, o da mənə 251 verdi. Məndən Y-lə Z-in cəmi soruşurdu. Cavab 251. Baxaq, varmı? Bəli, cavabımız D variantında bizə verilibdir. Belə, həlli belə yazılır.